Səhifəmdə limonçuq reseptləri çoxdur. Bu dəfə bişmiş içkilə hazırlamağı qərar verdim. Bunun üçün limonun qabığının sarı hissəsini xırda süzgəcdən keçirib suyunu sıxaq. Üzərinə şəkər tozu, yumurta sarısı, sarı rəng, nişasta və su əlavə edib qatılaşana qədər asta temperaturda bişirək və soyumağa qoyaq. Xəmiri hazırlayaq. Xəmir üçün unun üzərinə azca tuz və yağ əlavə edib umaç formasına gətirək. Qabartma tozu, xama və yumurta sarısı əlavə edib xəmiri toparlayaq. Qeyd edim ki, yumurta sarısını əlavə etməyə də bilərsiniz. Bu zaman xamanın miqdarını artırın. Xəmiri toparlayıb hissələrə ayıraq və kündələyib bir-bir yayaq. Yaydığımız xəmiri lent formasında kəsək. İçlikdən yerləşdirib yaxşıca bükək ki, içlik kənara axmasın. Kənarlarını yaxşıca möhkəm bərkidin ki, içlik limonçuqun içərisində qalsın. Üç bıçaq formasında bükdüyümüz limonçuqları soba listinə yığıb 180 dərəcə temperaturda üzəri azca qızarana qədər bişiririk. Soyuduqdan sonra üzərinə şəkər pudrası səpib nuş edə bilərsiniz.